Tədbirdə Qafqaz regionu ətrafında konfliktlərin həlli məsələləri müzakirə edilib. Elə bu məqsədlə də Avropa Şurasının Gənclər və İdman Departamenti görüşlərə Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyadan gəncləri dəvət edib. Gələcəyə Körpü Gənclər İctimai Birliyi artıq bir neçə ildir ki, Avropa Gənclər Fondu ilə əlaqələr qurub. Belə əlaqələr Gələcəyə Körpünün həmin fonddan öz layihəsinə maliyyə dəstəyi alması ilə nəticələnib. Azərbaycanın yeganə bir təşkilat idi ki, Avropa Şurasının Gənclər İdman Direktoratından, Gənclər İdman Direktoratından və Avropa Gənclər Fondundan gənclərin idmanın inkişafında rolu adlı layihəsini dəstəkləmişdilər və o layihə 2002-ci ilin iyun ayından öz işinə başlayacaqdır. Görüşdə erməni gəncləri adət etdikləri yalan informasiyaları yaymağa çalışıblar. Onların dediyinə görə güya regionda heç bir konflikt yoxdur və erməni gəncləri Azərbaycan gəncləri ilə yaxşı əlaqələrə malikdir. Nümayəndə heyətimiz isə məsələyə aydınlıq gətirməklə bildiriblər ki, Ermənistan təcavüzkar dövlətdir və konfliktin yaranmasına da məhz onların özləri əsas verir. Xatırladaq ki, Gələcəyə Körpü keçən ildə eyni adlı tədbirdə Strasburqda iştirak edib. Hər iki görüşdə iştirakçılar sertifikatlarla tərtib olunub. Sağlam gələcəyə körpü salmaq bu gənclərin əlindədir. Belə beynəlxalq görüşlər isə bu yolda xüsusi əhəmiyyət daşıyır. Ceyhun Səfərov, Vaqif İbrahim Xəlil. Xəbər